Salam müəllimlər. Sertifikasiyanın müsahibə mərhələsinə hazırlaşan müəllimlərə dəstək məqsədi ilə bugün mən sizə formativ qiymətləndirməni izah edəcəm. Gəlin keçək izaha. Deməli, nədir formativ qiymətləndirmə? Formativ qiymətləndirmə məktəb daxili qiymətləndirmədir. Məktəb daxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir. Formativ qiymətləndirmə şagirdin təlim fəaliyyətinin, irəliləyişinin daim izlənməsi və məzmun standartlarının mənimsənilməsinə, tədris prosesinin düzgün istiqamətləndirilməsinə və səmərəliliyin təmin edilməsinə xidmət edir. Formativ qiymətləndirmə dərsi müşayiət edən bir prosesdir. Yəni, dərs boyu aparılır. Formativ qiymətləndirmə 1:45 dəqiqə ərzində aparılır. Şagirdin fəaliyyəti izlənilir, daim irəliləyişi izlənilir. Məzmun standartlarının mənimsənilməsinə şagird nə dərəcədə çatdı, onu müəyyən edir. Yəni, dərs boyu aparılan bir prosesdir. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir. Formativ qiymətləndirmə summativ qiymətləndirmədən fərqli olaraq hər hansı bal və qiymətlə nəticələnmir. Deməli, müəllimlər, formativ qiymətləndirmədə nə bal yazılmır, nə qiymət yazılmır. Məsələn, şagirdlərin gündəliyinə, məktəbli kitabçasına biz nə yazırıq? Yazırıq rəy. Biz ora qiymət yazmamalıyıq. Biz ora səviyyə yazmamalıyıq. Biz ora bal yazmamalıyıq. Çünki formativ qiymətləndirmədə bal yoxdur. Balla qiymətləndirilmə deyil. Balla qiymətləndirmə summativ qiymətləndirmədir. Şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, daha yaxşı nəticə göstərmək üçün çalışır. Biz rəqəmli qiyməti nə vaxt yazırdıq? Ənənəvi tədrisdə, ənənəvi dərsdə. Amma kurikulumda biz bal, qiymət yazmırıq şagirdə. Deməli, formativ qiymətləndirmə şagirdin dərsdən gözlənilən təlim nəticələrini əldə edə bilməsinə və summativ qiymətləndirmədə müvəffəqiyyət qazanmasına, yəni uğur qazanmasına kömək edir. Şagird formativ qiymətləndirmədə daha yaxşı çalışsa, hər gün dərs boyu, dərsinə hər gün hazır olsa, daim onun fəaliyyəti, o təlim fəaliyyəti ona gətirib çıxarır ki, şagird summativ qiymətləndirmədə yüksək qiymət alır, yəni yüksək bal alır. Bu da deməli formativ qiymətləndirmə summativ qiymətləndirməyə zəmin yaradır. Öyrənmək üçün qiymətləndirməni, yəni formativ qiymətləndirmənin 5 əsas strategiyası var. Hansı strategiyadır? Gəlin onları nəzərdən keçirək. Təlim məqsədlərinin aydın şəkildə şagirdlərə elan olunması. Birinci. İkinci, effektiv sinif müzakirələrinin şagirdlərin məqsədə hansı səviyyədə çatmasını müəyyən etmək üçün tapşırıqların təşkili. Üçüncü, şagirdləri irəli aparan effektiv rəyin verilməsi. Şagirdlərin qarşılıqlı öyrənməsini və qarşılıqlı qiymətləndirməsinin təşkili. Dördüncüdür. Beşinci isə şagirdlərin öz öyrənmələrini idarə etməyə, özünü qiymətləndirməyə yönəldilməsidir. Deməli, şagird əgər öyrənirsə, öyrənmək üçün qiymətləndirmə. Yəni, bu formativ qiymətləndirmədir. Bu formativ qiymətləndirmədə şagird artıq 5 dənə əsas bu strategiyanı yerinə yetirməlidir. Əgər bunu yerinə yetirirsə, deməli, şagird dərs boyu yaxşı olacaq, təlim fəaliyyəti yüksək olacaq, özünü qiymətləndirə biləcək, təlim məqsədini müəllim birinci şagirdlərə aydın elan etməlidir. İkinci, o effektiv sinif müzakirələri, tapşırıqlar verilməlidir ki, şagird fəal olsun, həmin tapşırıqları edə bilsin. Və şagirdlərin üçüncü, şagirdləri irəli aparan effektiv rəy verilsin. Baxın, bu rəyin verilməsi formativ qiymətləndirmədə çox önəm daşıyır. Çünki o şagirdlə müəllim arasında əks əlaqə qurur həmin rəyin verilməsi. O rəy verilməsə, şagird necə bilsin, necə müəyyən eləyək ki, bu şagird bugün dərs boyu hansı fəaliyyəti olub, fəaliyyətini necə izləmişik. Ona mütləq şəkildə ki, biz rəy verməliyik. Bir də var, məsələn, effektiv rəy, konstruktiv rəy və korrektə edici rəy. Korrektə edici rəy odur ki, vaxtında şagirdin səhvini düzəldirik. Vaxtında. Ona vaxtında müdaxilə eləyirik. Amma konstruktiv rəy odur ki, artıq mən şagirdin nailiyyətini deməliyəm.
birinci, yəni konstruktiv rəyin 3 əsas hissəsi var. Şagirdə birinci nailiyyətini çatdırmalıyam. İkinci, şagirdin çatışmayan cəhətlərini deməliyəm. Şagirdin yox, yəni fəaliyyətində şagirdin o çatışmayan xüsusiyyətlərini, cəhətlərini, dərsdə hansı çatışmamazlıqları var, onları deməliyəm. Üçüncü də şagirdə mənbə göstərməliyəm ki, get, ay şagird, həmin o mənbədən istifadə edərək bu səhvlərini düzəlt. Yəni bu səhvləri bir də təkrar etmə. Ona görə baxın, bu effektiv rəy elə bizim verdiyimiz həmin o konstruktiv rəydir. Amma korrektə edici rəy də biz artıq şagird səhv edirsə anında başlayırıq o səhvi düzəltməyə. Dördüncü, şagirdlər qarşılıqlı öyrənməni və qarşılıqlı qiymətləndirməni təşkil edirik. Yəni şagirdləri cütlərə ayırmışamsa, qruplara ayırmışamsa, qrupla cütlərlə işdə artıq qarşılıqlı öyrənirlər. Qrupla kollektivdə, yəni kiçik qrupda, bu kiçik qrup, yəni qrup elə özü kollektiv deməkdir, kiçik kollektiv deməkdir. Həmin o qrupda özünü necə aparacaq, o qarşılıqlı yoldaşını qiymətləndirəcək, özünü qiymətləndirəcək, həm əməkdaşlıq formalaşacaq, ünsiyyət formalaşacaq, qarşılıqlı qiymətləndirmə, bir-birinə rəy vermə. Tək müəllim şagirdə rəy verə bilməz ki, şagird də şagirdə rəy verə bilər. Öz yoldaşının səhvini düzəldə bilər, öz yoldaşına rəy verə bilər. Şagirdlər arasında düzgün rəyin verilməsi formalaşır. Şagirdlər bir-birinə düzgün fikir yönləndirə bilirlər, düzgün fikir söyləyə bilirlər. Ona görə bu vacibdir. Şagirdlərin öz öyrənmələrini idarə etməyə, özünü qiymətləndirməyə yönəlməsi. Yəni sonda şagird öz işi haqqında, mən bugün nə öyrəndim, bu dərsdə nəyi qazandım, hansı biliyə sahib oldum və yaxud hansı bacarığa sahib oldum. Biz biliyi ənənəvi dərsdə verirdik. Amma indi hal-hazırki kurikulumda, kurikulumun əhəmiyyəti nədir? Əhəmiyyəti odur ki, biliyi bacarığa çevirsin. Yəni mənim həm şagirdlərim bilikli olsun, həm bacarıqlı olsun. Mən kurikulum onu deyir ki, biz şəxsiyyət yetişdirək. Biz cəmiyyət üçün bilikli, bacarıqlı şəxsiyyətlər yetişdirək. Ona görə də şagird özünü qiymətləndirir, öz işini refleksiya eləyir. Həmçinin formativ qiymətləndirmədə müəllim də öz işini refleksiya eləyir. Mən də öz işimi refleksiya eləyirəm ki, mənim bugün şagirdlərim nə qazandılar, nə öyrəndilər, nə bacardılar. Mən təlim məqsədimə necə nail oldum, təlim nəticəmə necə çatdım və yaxud çata bildimmi, uşaqlar bu dərsdə nə öyrəndilər. Yəni müəllim də öz işini refleksiya eləyir, şagirdlər də özlərini nə öyrəndiklərini özləri refleksiya eləyirlər, öz öyrənmələrini idarə eləməyə çalışırlar, harda səhv eləyiblər, bugün onlara nə maraqlı gəlib və hansı işləri yerinə yetirməlidirlər, özlərini qiymətləndirirlər, özlərini dərk eləyirlər, öz çatışmamazlıqlarını öyrənirlər, bilirlər ki, nədə çatışmır, hansı hissədə onların çatışmamazlığı var, onları aradan qaldırırlar. Formativ qiymətləndirmənin əsasını demək olar ki, effektiv rəy təşkil edir. Yəni əks əlaqə təşkil edir. Şagirdlə bayaq dediyim kimi müəllim arasında əks əlaqə mövcud olmalıdır. Həmçinin kurikulumda belədir ki, əvvəl ənənəvi dərsdə obyekt-subyekt prinsipi, subyekt-obyekt prinsipi idi. Amma indi kurikulumda subyekt-subyekt prinsipidir. Yəni burada üstün olan heç nə yoxdur. Əvvəl müəllim şagirddən üstün idi. Amma indiki kurikulum onu bizə bildirir ki, şagird öyrənəndir, müəllimsə öyrədəndir. Sadəcə olaraq bunların arasında elə effektiv əks əlaqə, elə effektiv rəy verilməlidir, əks əlaqə qurulmalıdır ki, şagird müəllimdən çəkinməsin, öyrənsin, öyrəndiyini ifadə edə bilsin. Və əvvəl deyək ki, müəllim daha çox belə hakimiyyət müəllimin əlində idi. Biz bilirik ki, müəllimin neçə üslubu var. Məsələn, demokratik üslub, liberal üslub, avtoritar üslub. Əvvəlki müəllimlər avtoritar idi. Müəllim nə deyirdi, o idi. Amma indi kurikulum bizdən tələb eləyir ki, xeyr, indi siz demokratik üslubda dərs keçməlisiniz. Müəllim, bu demokratik üsluba riayət eləməlisən ki, şagirdlərin səndən çəkinməsin. Elə müəllimlər var ki, şagird qorxduğunu, o qədər qorxur, çəkinir ki, ondan, qorxduğundan da öz fikrini ifadə edə bilmir, bildiyini də deyə bilmir. Ona görə deyir ki, müəllim və şagird arasında bu demokratik ab-hava yaranmalıdır
və müəllim şagirdə effektiv rəy verməlidir. Həmçinin müəllimlə şagird arasında subyekt prinsipi gözlənilməlidir. Müəllim də şagird arasında, daha doğrusu elə bu əks əlaqə düzgün qurulmalıdır. Bu formativ qiymətləndirmənin əsasını təşkil edir. Əks əlaqə öyrənmə prosesinin vacib ayrılmaz hissəsidir. Effektiv əks əlaqə müəllim-şagird dediyimiz kimi şagird arasında olan qarşılıqlı əlaqədir. Effektiv rəy konstruktiv rəydir. Effektiv rəy şagirdlərə vaxtlarını, artıq bildiklərini tətbiq etməkdənsə daha çox diqqət etməli olduqları aspektləri mənimsəməyə, sərf etməyə kömək edə bilər. Məsələn, effektiv rəy dedi şagirdlərə indi harda olduqlarını və hansı məqsədə çatmaq üçün nəyin üzərində işləməli olduqlarını bildirməklə onlara istiqamət verən bir xəritədir, elə bilin ki, bir xəritə kimi faydalıdır. Effektiv əks əlaqə olmadan şagirdlər materialı öyrənməkdə çətinlik çəkərlər. Özü də fərqinə varmadan səhv fikirlərə sahib ola bilərlər. Ona görə də onlara mütəmadi olaraq dərs boyu o effektiv rəy verilməlidir ki, şagirdlər o rəy nəticəsində artıq öyrəndikləri materialı daha yaxşı mənimsəsinlər. Müəllimlərin şagirdlər haqqında effektiv rəyi aydın olmalıdır, əsaslı olmalıdır, məlumat verməlidir şagirdə ki, ay şagird, sən bu öyrənmə prosesində hansı işləri yerinə yetirdin və yaxud da ki, hansı hissədə çətinlik çəkdin, hansı hissəni get təzdən təkrar öyrən və yaxud nəyisə çatışmamazlığın varsa onu aradan qaldır. Bu effektiv rəy bu şəkildə şagirdlərə verilməlidir. Deməli, onların fəaliyyətini deyir, arzu olunan təlim məqsədindən necə fərqləndiyini və necə irəliləyə biləcəyini göstərir. Əks əlaqənin bir mühüm aspekti də ondan ibarətdir ki, şagirdlərin motivasiyasına və onların özlərinin irəliləyə bilmə hisslərinə, inamlarına təsir göstərir. Əks əlaqə verəndə biz şagirdi elə bilin ki, motivasiya eləyirik. Deyirik, sən bacararsan, sən bu işi edərsən, sənin fəaliyyətin daha yaxşıdır, göz önündədir, filandır. Yəni artıq biz şagirdin fəaliyyətini orada dəstəkləyirik. Şagirddə özünə bir inam yaranır. İnam yaranır ki, həqiqətən də müəllim əgər mənə inanırsa, deməli mən doğrudan da bu işin öhdəsindən gələ bilərəm. Mən bunu bacara bilərəm. Əks əlaqə həm formativ, həm də summativ qiymətləndirmədə verilir. Biz bilirik ki, summativ qiymətləndirmədə əks əlaqə artıq summativ qiymətləndirmə bitdikdən sonra həmin summativ qiymətləndirmənin təhlili zamanı şagirdlərə verilir. Amma formativ qiymətləndirmədə əks əlaqə biz artıq dərs boyu şagirdlə o əks əlaqəni qurmalıyıq. Formativ qiymətləndirmədə əks əlaqə hər dərs öyrənmə prosesində baş verir. Dediyimiz kimi, hər hansı bir fəaliyyət, hər hansı bir tapşırıq yerinə yetirilən zaman müəllim şagirdlə əks əlaqə yaradaraq yaranan boşluqları aradan qaldırır. Onu daha yaxşı nəticəyə istiqamətləndirir, şagirdin motivasiyasını və öz-özünə öyrənmə qabiliyyətini artırır, onun müstəqil öyrənməsi, öz biliklərini təkmilləşdirməyin yollarını daha yaxşı başa düşməsi üçün istiqamət verir. Formativ rəy davam etməkdə olan prosesdə verilir. Bu rəydən sonra şagirdin zəif tərəfləri üçün hərəkətə keçmək üçün hələ vaxt, imkan var. Amma summativ qiymətləndirmədə bu yoxdur. Artıq nəticə var, nəticələr təhlil olunur. Mən nəticəni təhlil edirəm ki, sən burada bu suallarda səhv yazmısan, bu sualın həlli budur, o sualın həlli odur, şagirdlərə bunu izah edirəm. Artıq summativ qiymətləndirmə geri dönüşü olmayan bir prosesdir. Amma qiymətləndirmədir daha doğrusu. Amma formativ qiymətləndirmə geri dönüşü olan prosesdir. Geri dönüşü olan qiymətləndirmədir. Mən formativ qiymətləndirmədə şagirdi qiymətləndirirəm ki, şagird səhvlərini bilsin. Bilsin ki, harda səhv edib və həmin səhvləri bir də təkrar etməsin. Summativ qiymətləndirmədən sonra şagirdlərlə əks əlaqə isə kiçik və böyük summativ qiymətləndirmənin yekununda olur. Bu bölmə və ya yarım il üzrə yekun öyrənilər haqqında rəyin verilməsidir. Yekun imtahanlar, yekun layihələr və ya testlər,
yekun yazı işlərinin əsasında verilən rəydir. Şagirdin summativ qiymətləndirmə nəticəsinin necə olduğunu aydın şəkildə təsvir edir. Summativ rəy nailiyyətin qiymətləndirilməsində, qiymətlərin müəyyən edilməsində və öyrənənlərə bundan sonra nə etməli olduqlarını bildirməkdə faydalıdır. Bu rəy artıq başa çatmış və müvafiq nəticəyə uyğun olaraq qiymətləndirilmiş bal və rəqəmlə, yəni fəaliyyətdən sonra verildiyi üçün şagirdin bölmə və ya yarım il ərzində əldə etdiyi keçmiş nəticəni dəyişdirmir. Lakin şagird bu rəy nəticəsində bundan sonraki fəaliyyətimdə hansı boşluqlar var, onları etməyəcəm. Yəni onları aradan qaldırmış olacağam. Artıq onun üçün şagirddə bir fikir formalaşır. Görək effektiv əks əlaqə necə olmalıdır? Gəlin ona baxaq. Deməli, verilən rəy şagirdin məqsədə çatmasına xidmət etməlidir. Hər bir dərsin məqsədi olur. Dərsin məqsədi, biz ona təlim nəticəsi də deyirik. Dərsin məqsədi, birinci məqsədi qoyuruq, sonda dərsin sonunda isə artıq bu nəticəyə çevrilmiş olur. Və dərsin bütün elementləri şagirdlərin o həmin məqsədə, əvvəldə dərsin əvvəlində qoyduğu məqsədə çata bilməsinə xidmət edir. Bəzən görürsünüz yazılır təlim məqsədi, mötərizədə yazılır nəticəsi. Yəni mənim məqsədimə əgər tam nail olaramsa, deməli mənim təlim məqsədim nəticəyə çevrilir. Artıq mən o nəticəmə tam çatmışam. Amma elə ola bilər ki, mən təlim məqsədimə çatmaya da bilərəm. Yəni o bir dərs ərzində o təlim məqsədimə çatmaya bilərəm. Deməli mənim nəticəm olmaz. Ona görə məqsəd əvvəldə qoyulur dərsin əvvəlində. Məqsədi tam reallaşdıra bilsəm, təlim nəticəsinə çevrilir. Deməli indi rəy bildirərkən onun aydın şəkildə ifadə edilmiş məqsədlər və ya təlim nəticələri ilə əlaqəli olduğuna əmin olmaq vacibdir. Şagird bilməlidir ki, mən dərsdə bu şagirdi hansı təlim nəticəsinə əsasən qiymətləndirəcəm, hansı qiymətləndirmə meyarına əsasən mən bu şagirdi qiymətləndirəcəm. Ona görə də təlim nəticəsi, təlim məqsədi dərsin əvvəlində mütləq şəkildə şagirdlərə elan olunmalıdır. Şagird bilməlidir ki, mən nə etsəm, nəyi edəcəm ki, mən yüksək nəticə əldə edəcəm. Məqsədli rəy şagirdlərdə nəyi yaxşı etdikləri və dərsdə qeyd olunan öyrənmə məqsədlərinə uyğun olaraq necə inkişaf edə biləcəkləri barədə fikir formalaşdırır. Bundan əlavə məqsədlər çox çətin və ya çox asan olmamalıdır. Mən məqsədi məsələn həddindən artıq çətin qoyaram, dərs boyu ərzində mənim heç şagirdim o məqsədə çata bilməz. Mən məqsədi elə qoymalıyam ki, həmin məqsəd əlçatan olmalıdır. Şagird, yəni nə çox çətin olmalı deyil, nə çox asan olmalı deyil. Asan olsa, şagird o məqsədə çatacaq, o dərsin onun üçün marağı olmayacaq. Çox çətin olsa da həmin məqsədə çata bilməyəcək. Mən də şagirdləri qiymətləndirə bilməyəcəm. Yəni demək olar ki, şagird təlim nəticəsinə də çatmadısa, dərs reallaşmamış olacaq. Ona görə də mən dərsin təlim nəticəsini şagirdlərimin o baxmalıyam da, o təlim nəticəm şagirdlərimə uyğun təşkil olunmalıdır ki, mənim şagirdlərim həmin təlim nəticəsini reallaşdıra bilsinlər, çata bilsinlər. Artıq dərəcədə çətin olan məqsədlər şagirdləri ruhdan salır. Onlar uğur qazana bilməyəcəkləri hissini formalaşdırır. Deyirlər, onsuz da mən bacarmadım da. Çox asan olan məqsədlərdə şagirdləri təkmilləşdirməyə sövq etmir. Yerində sayır da sadəcə olaraq. Bu asanla nə öyrənsin? Asan inkişaf demək deyil. Elə olmalıdır ki, artıq müəyyən bir yerə gəlməlidir. Daha sonra biraz ondan çətin. Bu şəkildə şagirdi inkişaf etdirməliyik. Ona görə də məqsəd yönlü əks əlaqə nəticəsində müəllim şagirdə öyrənmədə növbəti addımların nədən ibarət olduğunu, cari öyrənməsi ilə məqsəd arasındakı boşluğu necə aradan qaldıra biləcəyini çatdırmağa imkan verir. Əks əlaqə zamanı vaxtında verilməlidir. Yəni birinci, verilən rəy şagirdin məqsədə çatmasına xidmət eləməlidir. Şagird məqsədə çatmalıdır. Məqsəd nə asan olmalıdır, nə çətin olmalıdır. Şagirdin səviyyəsində olmalıdır. Yəni ki, şagird onu eləyə bilsin, həmin o məqsədə çatsın. Əks əlaqə vaxtında verilməlidir. Yoxsa mənim şagirdim dərs boyu, dərs ərzində deyək ki,
hər hansı bir tapşırığı yerinə yetirib, mən həmin dərs şagirdə formativ qiymətləndirmə aparmamışam, şagirdə əks əlaqə verməmişəm və yaxud ona effektiv rəy verməmişəm. Gedirəm evdə fikirləşirəm, yadıma düşür, səhər gəlirəm, şagirdə deyirəm ki, Əli, sənin nəticən dünən belə-belə idi. Sən bu sualda belə eləmişdin. Bu gecikmiş rəydir. Bu gecikmiş rəyin həmin şagird üçün heç bir xeyri yoxdur. Şagirdin fəaliyyətinə vaxtında rəy verilməlidir. Vaxtında qiymət verilməlidir. Yoxsa mən evə gedib düşünüb, səhər gəlib həmin şagirdə onu desəm, o şagirdin dünən elədiyi heç indi yadında da deyil. Ona görə hər şey vaxtında. Vaxtında verilən kimi artıq onda o əks əlaqə prosesi beynində o öyrəndiklərinin inikası baş verir. Artıq şagird müəyyən edir ki, mən nədə səhv elədim. Həmin o səhvi düzəltməyə çalışır. Amma gecikmiş rəyin o şagird üçün heç bir effekti yoxdur. O şagirdin gələcəyi üçün heç bir effekti yoxdur. Əks əlaqə zamanı vaxtı düzgün tənzimləmək əsas şərtlərdən biridir. Çoxsaylı araşdırmalar göstərir ki, rəy dərhal verildikdə təsirli olur. Yəni dərhal verməliyəm mən həmin rəyi. Gedib fikirləşib sonra yadıma düşüb gəlib şagirdə rəy verə bilmərəm. Tədqiqatçılar dərhal əks əlaqə alan iştirakçıların gecikmiş rəy alanlara nisbətən performansında əhəmiyyətli dərəcədə artım göstərdiyini aşkar ediblər. Təsəvvür edək ki, şagirdlərə məqsədə uyğun olaraq 5 dənə tapşırıq verilmişdi. Lakin şagird hələ ilk tapşırıqda müəyyən addımlarda səhvə yol verir, düzgün strategiya seçmir, digər tapşırıqları da bu şəkildə davam etdirir. Əgər müəllim dərsin sonuna qədər onunla əks əlaqə yaratmazsa, onun yazdığı bütün tapşırıqlar ilk tapşırığı kimi yanlış olar və şagird bütün tapşırıqlarını səhv yazdığı üçün motivasiyadan düşər. Həmçinin onun dərs boyu bütün zamanı səmərəsiz keçər. Müəllim dərsin sonunda əks əlaqə versə belə, artıq başa çatmış, uğursuz fəaliyyət onun dərsə olan həvəsini azalda bilər. Ona görə də həmin rəylər müəllim ki şagirdə verir rəy, həmin rəy vaxtında verilməlidir. Lakin elə ilk tapşırığı yerinə yetirən zaman müəllim ona yaxınlaşsa, vaxtında əks əlaqə versə, səhvlərini aradan qaldırsa, vaxtında ona müdaxilə etsə, müəllim ki, tapşırıqlarını bu cür yaz, bax burada səhv elədin, bax burada fizikadır, məsələdir, verilənlərdə səhv yazmısan və yaxud vahid çevirməsində səhv eləmisən, bax həll eləsən, məsələnin cavabını düzgün almayacaqsan, artıq şagird təkrar həmin səhvlərinə qayıdıb onları bir daha düzəldir. Ona görə vaxtında müdaxilə etsə, şagird də tapşırıqları düzgün yerinə yetirmiş olur. Həm dərsi onun üçün faydalı olur, həm də özünə inam artır. Deməli, sonra baxaq görək effektiv rəy başqa necə cür olmalıdır? Verilən rəy əks əlaqə zamanı verilən rəy spesifik olmalıdır. Rəy ümumiyyətlə spesifik olmalıdır, aydın olmalıdır, məqsədə uyğun olmalıdır, şagirdlərin məqsədə çatmasına xidmət eləməlidir. Şagirdlər yəni bu vaxtında verilməlidir, düzgün verilməlidir, aydın verilməlidir. Yəni şagird bilməlidir ki, dərs boyu ərzində nə öyrənib, nə öyrəndiyinə əsasən də mən ona rəy verməliyəm. Rəyim spesifik olmalıdır, aydın olmalıdır, düzgün olmalıdır, vaxtında verilməlidir, məqsədimə uyğun olmalıdır, təlim məqsədimə uyğun olmalıdır. Deməli, indi baxaq. Rəy spesifik olmalıdır. Nə deməkdir? Şagirdlərə nəyi düzgün və ya yanlış etdikləri barədə konkret məlumatların verilməsi vacibdir. Əsasən, məsələn, əla nəticə əldə etmisən kimi rəy, şagirdə nəyi düzgün etdiyini önə çıxarmır. Ümumiyyətlə, rəy baxır, ümumi rəy, korrektə edici rəy, effektiv rəy, konstruktiv rəy. Ümumiyyətlə, müəyyən növləri var bu rəylərin. Ən gözəl rəy konstruktiv rəydir. Yəni, effektiv rəydir. Effektiv rəy ilə konstruktiv rəy deməkdir. Korrektə edici rəy, bayaq dediyim kimi, səhvləri düzəldən rəydir. Ümumi rəy. Bir də var emosional rəy. Emosional oldu, ay mənim ağıllı qızım, sən bu şeyi bacar, emosional. Bu şəkildə verilməməlidir rəy. Yəni, çalışmalıyıq ki, şagirdin fəaliyyətini önə çıxardaq. Şagirdin fəaliyyətinə biz rəy verək. Onun gözəlliyinə, qəşəngliyinə və yaxud da ağıllılığına və yaxud da ki, sən fizikanı əla bilirsən,
Sən baban da fizika müəllimidir, nənən də məsələn fizika müəllimidir və yaxud sənin atan da o vaxtı riyaziyyatı çox gözəl bilirdi, ona görə də sən fizikanı yaxşı bilirsən. Uşağa belə rəy vermək olmaz. Fakt sənin bu dərsdə fəaliyyətin nədir? Hansı fəaliyyəti yerinə yetirmisən? O fəaliyyətə rəy verməliyik. Uşağın çalışqanlılığını, əməyini, əziyyətini göz önünə çıxartmalıyıq. Ona rəy verməliyik. Sən bu dərsdə bax, mən bayaqdan baxıram, çox çalışdığın üçün, deyək ki, bu uşaq 4-cü səviyyədir də, çox çalışırsan, sənin əzmini, iradəni, çalışqanlığını çox yüksək qiymətləndirirəm. Sən bütün dərslərə də bu cür davam eləsən, sənin gələcəyin daha işıqlıdır, daha parlaqdır. Şagirdə belə rəy verə bilərik. Deməli, mən yenə onu nə etdim? Əzmini, çalışqanlığını, dərsdə göstərdiyi fəaliyyəti vurğuladım. Amma şagirdin özünün deməli gözəlliyini, qəşəngliyini, saçı uzunluğunu və yaxud da ki valideynlərinin hansısa bir biliyə sahib olduğunu vurğulayıb şagirdə rəy vermək düzgün deyil. Mən şagirdə deyirəmsə ki, sən bunu ona görə bacarırsan ki, bu dərsi ona görə bacarırsan ki, sən bu sinifdə hamıdan ağıllısan. Aha, digər şagirdlər nə oldu onda? Bu rəy düzgün rəy deyil. Belə rəy verilməz. Amma şagirdə mən desəm ki, mən səni ona görə alqışlayıram ki, sənin fəaliyyətin göz önündədir. Sən çox çalışqan şagirdsən. Artıq digərləri də deyəcək, aha, mən də çalışmalıyam. Mən də çalışıb həmin şagird kimi olmalıyam ki, müəllim mənim də çalışqanlığımı göz önünə sərsin. Amma mən əvvəlki rəyləri deyəndə digər şagird düşünə bilər ki, deməli mən ağıllı deyiləm deyə müəllim mənə rəy vermir. Deməli mən saçım uzun deyil deyə müəllim mənə rəy vermir. Deməli mənim atam-anam riyaziyyat müəllimi deyil və yaxud mənim babam fizika müəllimi deyil deyə müəllim mənə rəy vermir. Yəni bu düzgün rəy deyil. İndi burada da bizə onu deyir, əla nəticə əldə etmisən kimi rəy şagirdə nəyi düzgün etdiyini önə çıxarmır. Baxın, bu ümumi rəydir. Şagird nə bilsin ki, səhvi hardadır, düzü hardadır? Mən şagirdin səhvini vurğulamalıyam, deməliyəm. Əla nəticə əldə etmisən. Nədən əla nəticə əldə elədi? Nəyi yazdı? Nəyi yerinə yetirdi? Baxın, onu demək lazımdır, qeyd etmək lazımdır. Və yaxud eyni ilə də tapşırıq hələ tam yerinə yetirilməyib. Nə bilsin nəyi yerinə yetirməyib? Və yaxud, ay şagird, sən fizikada bax gəlmisən, deməli, verilənləri yazmısan, düsturu yazmısan, həlli hissəsində tam düzgün yerinə yetirməmsən, həllini tam həll edib çatdırmamısan. Həlli hissəsinə bir daha diqqət yetir, hesablamalarını düzəlt. Biləcək ki, mən hesablamalarda hansısa yerləri səhv eləmişəmsə, həmin o hesablama hissəsinə baxmalıyam. Yoxsa deməsək, bu olur artıq ümumi verilən bir rəy. Belə bir rəy zamanı şagirdə nəyi səhv etdiyini və növbəti dəfə tapşırığı necə daha yaxşı edə biləcəyi barədə heç bir istiqamət vermir. Bunun əvəzinə tədqiqatçılar öyrənənlərə tam olaraq nəyi yaxşı bacardıqları və nəyin hələ də təkmilləşdirilməsi lazım ola biləcəyi barədə məlumat vermək üçün diqqət ayırmağı təklif edirlər. Əks əlaqə zamanı rəy daha diqqətlə təqdim edilməlidir. Rəyi təqdim edən zaman müəllim o rəyin təqdim edilmə formasına diqqət yetirilməlidir. Çünki verilən rəy şagirdi motivasiyadan sala bilər. Ona görə də müəllim rəyi həssaslıqla çatdırmalıdır. Həssaslıqla. Psixoloq Edward deyir ki, rəyin qeyri-məhsuldar ola biləcəyi 3 vəziyyəti müəyyən etmişdir. Şagirdlər özlərini həddindən artıq ciddi nəzarət altında hiss etdikdə, şagirdlər rəyi onlara nəzarət etmək cəhdi kimi qəbul etdikdə, şagirdlər narahatlıq yaradan rəqabət hissi hiss etdikdə. Mən deməli, əgər şagird özlərini həddindən artıq ciddi nəzarət altında hiss edirlərsə, şagirdlər onların çox yaxından izləndiyini hiss edərlərsə, özlərinə güvəni azala bilər. Müəllim şagirdə onu hər an izləyirmiş kimi hiss formalaşdırmamalıdır. Lazım gələrsə rəy verməlidir. Şagird sərbəst olmalıdır. Şagirdlər rəyi onlara nəzarət etmək cəhdi kimi qəbul edəndə, məsələn, mən rəyi o şəkildə verirəm ki, şagirdlər bəzən əks əlaqəni onlara nəzarət kimi anlaya bilər. Müəllimin onların işini
yönəltdiyini düşünə bilərlər. Ona görə özləri sərbəst olub öz işlərini özləri yerinə yetirməlidir. Ona görə də rəy şagirdlərin müstəqil işləməyinə mane olmadan verilməlidir. Onları idarə etmək cəhdi kimi görünməməlidir. Müəllimin rəyi onların müstəqil fəaliyyətini dəstəkləməklə, onların fəaliyyətini daha da təkmilləşdirməyə inam yaratmalıdır. Şagirdlər narahatlıq yaradan rəqabət hissi hiss edəndə dedik. Məsələn, mən artıq rəqabətli bir mühitlər, motivasiya və nailiyyətlərə mənfi təsir göstərir. Bunu bilirik. Həm yaşlılarla rəqabət aparanda bir çox şagirdlər daha çox stres çəkir. O digər həm yaşıdından üstün olmağa çalışır. Ona görə o rəqabət hissi yarananda fikirləşir ki, müəllim mənə də onu kimi rəy verməlidir. Fərdləri sinfin digər üzvlərinin performansı ilə müqayisə etmək. Məsələn, müqayisə etmək əvəzinə deyir, daha ədalətli davranmaq lazımdır. Hər bir şagirdin cari performansını öz əvvəlki performansı ilə müqayisə etmək səmərəlidir. Şagirdlə müqayisə etmək düzgün deyil. Şagirdi öz nailiyyətindən, əvvəlki dərslərdə göstərdiyi nailiyyətlə indiki nailiyyətini, ya daha doğrusu fəaliyyətini mən fəaliyyətinə rəy verməliyəm. Mən onu müqayisə edə bilərəm. Yoxsa şagirdlə müqayisə etmək düzgün deyil. O stres yaradır şagirdlər arasında pis rəqabətə sövq eləyir. Ona görə də özünlə müqayisə etməyim şagirdin daha doğru yanaşmadır. Rəy şifahi və yazılı formada verilə bilər. Bunu həmişə mənə sual verirlər. Deyirlər ki, müəllim, bəs biz o qədər rəyi şagirdə necə çatdıra bilərəm mən dərs boyu? Elə mən ancaq sinifdə o qədər uşaq varsa 20 nəfərə elə ancaq dərsi 1-45 dəqiqəni rəy verə duraram. Yəni mən necə eləyim? Rəy verəndə müəllimlər yazılı formada da və yaxud deyirlər ki, müəllim gündəlik kitab, məsələn məktəbli kitabçasına 20 nəfər mən necə hər gün qiymətləndirim? Biz sinifi ümumiyyətlə 20 nəfərdirsə, o 20 nəfərin hamısını qiymətləndirməliyik. Şifahidə olsa biz onlara rəy verməliyik. Şagirdin fəaliyyətini qiymətləndirməliyik. Amma yazılı olaraq məktəbli kitabçasına ən azından sinifin yarısını, yəni bir 50%-ni mən qiymətləndirməliyəm. Məktəbli kitabçasında yazılı olaraq qeyd etməliyəm. Bu belədir. İndi bizə deyir ki, bu effektiv yazılı rəydə şifahi rəy kimi vaxtında şagird üçün başa düşülən və onu irəliyə apara bilən tərzdə yazılmalıdır ki, şagird düzəlişlər edə bilsin. Yazılı rəydə şagirdin öyrənmə məqsədləri və qiymətləndirmə meyarlarına uyğun müsbət cəhətləri və hələ də təkmilləşdirməli olduğu məqamlar barədə məlumat qeyd edilməlidir. Şifahi rəy adətən dərs zamanı tapşırığı yerinə yetirən zaman verilir. Yazılı rəy isə tapşırıqdan sonra verilir. Şifahi rəy çox güclü və effektiv vasitə ola bilər. Çünki o öyrənilə bilən anda verilir və asanlıqla və vaxtında verilir də. Amma yazılı rəy artıq tapşırığı yerinə yetirir. Yerinə yetirəndən sonra baxıram, ondan sonra onun gündəliyinə nəsə bir şey yazıram. Rəy yazıram. Baxın, ona görə də o sinifdəki biz şagirdlərimizin hər birinə şifahi rəy verməliyik. Hər bir şagirdimizə. Rəy şagirdi irəliyə aparmalıdır. Səhvlərinin üzərində işləmək imkanı verməlidir. Məsələn, imla yazan zaman altından xətt çəkdiyim sözləri səhv yazmısan. Məsələnin həllini düzgün düstur seçməmsən. Kimi biz rəy, məsələn, məsələ həllidir bizdə. Biz də onu deyə bilərik ki, düzgün düstur seçməmsən. Kimi rəylər şagirdi olduğu yerdə saxlayır. Baxın, bu demək olmaz. O, onun səhvlərinə yönəlib. Onsuz da şagird bu səhvi eləyib də. Yəni, bu səhv var. Haradasa bir boşluğu var ki, o boşluq üçün artıq bu səhvləri eləyib. Ona görə də keçmiş səhvləri sorğulamaqdansa, şagirdi irəliyə aparan rəy verək, onu inkişaf etdirək. O inkişaf etdirmə onun üçün daha səmərəli olar. Məsələn, imlanı səliqəli yazmısan, lakin altından xətt çəkilmiş sözlərin düzgün yazılışını orfoqrafiya lüğətinə baxaraq dəqiqləşdir. Və yaxud da ki, məsələnin verilənlər hissəsini, çevirmə hissəsini, düstur hissəsini düzgün yazmısan, amma məsələnin həllində, hesabda səhvə yol vermisən.
Hesab hissəsini bir daha nəzərdən keçir. Artıq şagird biləcək ki, mən deməli bütün verilənləri, çevirmələri, düsturu da düzgün seçmişəm, hamısını düzgün eləmişəm. Yalnız mənim hesab hissəmdə səhvlik var. Mən o riyazi hesablama hissəsinə bir də nəzərdən keçirib baxmalıyam. Növbəti hissəyə baxaq. Deyir, rəy şəxsə və onun ağlına deyil, fəaliyyətinə yönəlik olmalıdır. Mən əvvəldə də bunu qeyd elədim. Yəni onun ağlını biz tərifləyək, onun gözəlliyini tərifləyək, yenə deyirəm, saçının uzunluğunu tərifləyək. Bunu tərifləmək olmalı deyil rəy. Rəy onun fəaliyyətinə, dərs boyu göstərdiyi fəaliyyətə yönəlməlidir. Şagirdə rəy verərkən onun göstərdiyi səy, sərf etdiyi əmək vurğulanmalıdır, çalışqanlığı vurğulanmalıdır. Sən ağıllısan, ağıllı olduğun üçün də tənliyi düzgün yerinə yetirmisən. Sən bir dahisən, bütün testləri düzgün yazmısan. Bu rəylər düzgün rəylər deyil. Şagirddə arxayınlıq yaradır. Deyir, əşi, mən onsuz da dahiyəm də, bütün hər şeyi edə bilirəm. Amma sabah da həm də Karl Dweck'in qapalı düşüncə tərzinə çevirir şagirdi. Şagird düşünür ki, mən heç vaxt səhv edə bilmərəm və bir səhv eləyəndə artıq o qapalı düşüncəyə keçir. Deyir ki, yox elə mən yaxşısı budur, səsimi çıxarmayım. Mən düzdür dahi idim, amma indi bu dəfə səhvlər eləyirəm. Mən elə bu səhvimi də öyrənməyim, lazım deyil. Ona görə bu şəkildə şagirdə rəy vermək olmaz. Və bölmə üzrə mövzuları təkrar etdiyin üçün ümumiləşdirici tapşırıqları düzgün yazmısan. Afərin. Ona görə də şagirdin baxın fəaliyyəti qiymətləndirir. Sən bölmə üzrə təkrar etmirsən, ona görə də ümumiləşdirici tapşırıqları düzgün yazmısan. Artıq digər şagirdlər də düşünür ki, deməli mən də bölməni təkrar etsəydim, tapşırıqları düzgün yazardım. Mən də deməli bölməni təkrar etmədiyim üçün düzgün yazmamışam. Daha yoxsa mənim gözəlliyim, qəşəngliyim, dahiliyim, yəni bu öndə deyil. Dinləmə mətnini diqqətlə dinləməklə mətnə aid sualları düzgün cavablandırdın. Kimi rəylərdə tərif şagirdin fəaliyyətinə yönəlmişdir. Baxın, bu artıq şagirdin fəaliyyəti önə çıxarılır. Şagirdin fəaliyyəti, sən bu qədər çalışırsan, əziyyət çəkirsən, bu mövzunu öyrəndiyin üçün, çalışdığın üçün bugün də suallara tam doğru, düzgün cavab verirsən. Yəni artıq şagird bilməlidir ki, mən deməli öyrənmişəm, əziyyət çəkmişəm, müəllim mənim fəaliyyətimi dəyərləndirir, qiymətləndirir. Mənim fəaliyyətimə bu cür rəy verir.